Salam. Bildiyimiz kimi tarixdə elə bir məqamlar, elə bir detallar var ki, biz onlar sadəcə cümlə olaraq öyrənib keçirik, amma onun dərinliyinə varmırıq. Və sabahlan testlərdə görəndə də onu sadəcə cümlə olaraq əzbərlədiyimizə görə artıq təhlil edə bilmirik. Və bundan öncəki videolarımda, bir neçə videomda mən artıq bu tipli hissələri mümkün qədər sizin nəzərinizə çatdırmağa çalışmışam. Bu gündən də istədim ki, mən müstəmləkə bölməsinə daha çox nəzər yetirim. Müstəmləkə bölməsi bildiyimiz kimi hər birimizin yaralı yeridir və müstəmləkə bölməsi ilə bağlı elə bir detallar var ki, o detallara diqqət yetirmək daha vacibdir. Və baxaq görək indi, düzdür, hamısını deyə bilməsəm də, amma bəzilərini vurğulamağa çalışacağam. Görək indi hansı hissələrə daha çox toxunmağa çalışacağam mən. Deməli, bildiyimiz kimi müstəmləkə dövrü Çar hökumətinin Azərbaycandan müstəmləkə rejimi 1801-ci ildən başlayıb. Amma biz müstəmləkə rejimi soruşan kimi, deyən kimi, adətən ağlımıza gələn 1828 Türkmənçay müqaviləsi olur. Yəni birindən soruşanda ki, Rusların müstəmləkə rejimi hansı dövrdən başladı? O dəqiqə biz düşünürük ki, 1828 Türkmənçay müqaviləsindən başladı. Çünki artıq Azərbaycan rəsmən iki yerə bölündü, şimal və cənub hissələrinə bölündü və müstəmləkə dövrü başlandı. Amma elə deyil. Əslində Ruslar Şimali Azərbaycanın işğalına hansı dövrdən başlayıb? 1801-ci ildən. Ümumiyyətlə Cənubi Qafqazın işğalına elə Çar 1-ci Aleksandrın verdiyi manifest əsasına 1801 12 sentyabr manifest əsasına başlamışdı. Və bu manifestlə birinci növbədə Cənubi Qafqaz ərazisində Şərqi Gürcüstan ləğv edildi. Və burada qubernatorluğa çevrilmiş oldu. Quberniyaya daha doğrusu çevrilmiş oldu. Gürcüstan quberniyası yaradıldı. Və daha sonra isə bunun tərkibində olan Qazax, Şəmşədlər, Borçalı ərazilər ləğv olundu. Və onlar da hər biri müəyyən bir məntəqəyə, distansiyaya çevrildi. Və bunun da nəticəsində Şimali Azərbaycan işğalına başlanıldı. Və elə müstəmləkə dövrü məhz bu dövrdən başlanılır. Düzdür, bütün Azərbaycan torpaqlarını hələ işğal etməmişdilər. Bir qism hissəni işğal etmişlər, amma buna baxmayaraq faktiki olan müstəmləkə dövrünün başlanğıcı ilə 1801-ci ildən götürəcəyik biz. Məhz elə Qazax, Şəmşədlər, Borçalı, bayaq dediyim kimi, onlar bir zamanlar sultanlıqlar idi. O sultanlıqlar ləğv olundu və onların yerində yeni bir inzibati bölgü sistemi formalaşdırıldı ki, bunlar da distansiya və yaxud da məntəqələr oldu. Artıq onlar məntəqələrə çevrildi. Və müstəmləkə rejimi bu dövrdən başladı. Ta ki 1918-ci ilə qədər davam etmiş oldu. Artıq 1918-ci ildə öz müstəqilliyimizi bəyan etməklə müstəmləkə dövrü tamamilə başa çatacaq. Bu bir məqam idi. Daha sonra Çar hökumətinə qarşı, yəni müstəmləkə dövründə Çar hökumətinə qarşı üsyanlar baş vermişdi, məlum məsələdir. Bu üsyanlar deyən kimi birinci növbədə bizim ağlımıza 1830-cu il üsyanları gəlir. 1830-da Carbalaçan üsyanı idi, 31-də Lənkəran, 37-38-ci illərdə Quba üsyanı və 38-ci ildə 1838-də Şəki üsyanı gəlir ağlımıza. Və əslində biz bunu bilməliyik ki, Rus-Qacar müharibələr gedişatında belə Çar hökumətinə qarşı dəfələrlə üsyanlar olmuşdu. 1806-cı ildə də üsyan olur, 1805-ci ildə də üsyan olur. Məsələn, 1805-ci ildə Qazax bölgəsində üsyan olubdur. 1805-ci ildə Siyanova qarşı, ümumiyyətlə Ruslara qarşı Azərbaycanın şimal-qərb bölgələrində üsyanlar baş vermişdi. Siyanov deyir, bu üsyanları yatırır, daha sonra fikirlərini yönəldir Qarabağ, Şəki ərazilərinə. 1806-cı ildə Şəkidə üsyan olur. Carbalaçanda üsyan olur. 1810-cu ildə Qubada üsyan baş vermişdi. 1826-cı il 2-ci Rus-Qacar müharibəsi gedişatında da bir sıra işğal olunmuş ərazilərdə üsyanlar baş verir. Azad olunanlar da olur, azad olunmayanlar da olur və s. Yəni, Çar hökumətinə qarşı üsyan deyən kimi ağlımıza birinci növbədə 30-cu illər gəlməsin. Bundan qabaq da üsyanlar olub. Və həmçinin tək 30-cu illərdə yox, hətta 40-cı illərdə, 60-cı illərdə belə üsyanlar olmuşdu. İndi bu üsyanlar hansılardır? 60-cı il üsyanı deyəndə o dəqiqə biz bilirik ki, 1863-cü ildə Hacı Murtuzun başçılığı altında Zaqatala üsyanıdır. Bəli, bu faktiki dərslikdə yazır. Amma 40-cı illər üsyan deyəndə çox adam donub qalır. Düşünür, 40-cı illərdə harda üsyan baş verib ki, axı yazılmır. Açıq-aşkar yazılmasa da orada incə bir detalla yazılıbdır. Bunlar hansı üsyanlardır? Deməli, 1841-ci ildə Çar hökuməti bir qərar verir. Qazax, Şəmşədlər, Borçalı ağaları və Xəzər vilayəti bəylərinin bütün idarəçilikdəki hüquqları əllərindən alınır. Kənd idarəçiliyindəki hüquqları əllərindən alınır və hətta onların torpaqları müsadirə olunur. Və buna görə də ölkə ərazisində üsyanlar baş verir. Bəs yaxşı, indi bu üsyanlar harda oldu?
Qazax Şəmşədil Borçalı ərazisində üsyanlar oldu. Bir də Xəzər vilayətinin üsyanları oldu. Xəzər vilayəti də deyəndə onun tərkibində olan ərazilər nəzərdə tutulur təbii ki. Şamaxı qəzası, Lənkəran qəzası, Bakı qəzası, Quba qəzası, Şəki qəzası və s. Yəni Xəzər vilayətinin tərkibində bir çox ərazilər var daxı, bir çox qəzalar var daxı. Və burada da vilayətin bəylərinin nüfuzu aşağı salınırsa, onların bütün hüquqları əllərindən alınırsa, deməli Xəzər vilayətinin tərkibində olan bütün ərazilərdə üsyanlar baş verdi deyə bilərik. Yəni birdən yazarlar ki, testlərdə 1840-cı illərdə misal üçün Şəki qəzasında Çar hökumətinə qarşı üsyan baş verib və yaxud da Quba qəzasında üsyan baş vermişdi. Bəli, belə baxanda biz bunu düzgün götürə bilərik. Çünki Xəzər vilayətində əgər üsyan olursa, Xəzər vilayətinin bəyləri tərəfindən üsyanlar baş verirsə, deməli onun tərkibində olan ərazilərdə üsyanlar olubdur. Bunu düzgün qəbul edəcəyik. Yəni 40-cı illər üsyan desə biz bunu qəbul edirik. Daha sonra bir də üsyanlar zamanı Dağıstandan kömək gəldi sözünü işlədirik. Dağıstandan kömək gəldi deyən kimi çoxumuz deyirik ki, Car-Balakənə kömək gəldi, Zaqatala 1863 Zaqatala üsyanına kömək gəldi Dağıstandan və bir də Qubaya gəldi 1837-38-ci ildə Quba üsyanı. Amma xeyr, Quba üsyanına Dağıstandan kömək gəlmir. Sadəcə olaraq indi orada Şeyx Şamillə bağlı bir məqam qeyd olunubdur. Və çoxumuz düşünürük ki, hə, demək buradan kömək gəlib də, kömək gəlməyib. Sadəcə Şeyx Şamil orada dəstək məktubu göndərmişdi. Motivasiya ruhlu bir məktub göndərmişdi. Geri addım atmamağı, Çar hökumətinin boş vədlərinə inanmamağı bildirmişdi. Amma bu o demək deyildi ki, oradan kömək gəlmişdi. Kömək silah sursatla olar, kömək canlı hərbi qüvvə ilə olar, amma bunlarda elə bir şey yox idi. Sadəcə bir məktub göndərmişdi. Ona görə də Quba üsyanına Dağıstandan heç bir kömək gəlmir. Bunu nəzərdə saxlayaq. Daha sonra növbəti bir məqam istəyərdim ki, 1846-cı il Çar hökumətinin 14 dekabrda verdiyi bir qərar olsun. Elə inzibati bölgələrdən, inzibati yerlərdən danışmışkən, bununla da danışmaq istəyərdim. 1846 14 dekabr qərarına görə burada deməli bir sıra quberniyalar yaradılır. 1840-cı ildə 40-cı il 10 aprel qərarı əsasında deməli 41-ci ildə təşkil olunmuş Gürcü Millət quberniyası və Xəzər vilayəti ləğv edilir və bunun yerində Tiflis, Kutayiz, Şamaxı və Dərbənd quberniyalar yaradılır. Və bununla da biz deyəcəyik ki, Şimali Azərbaycanda ilk quberniyalar yaradılmış oldu. Amma bu quberniyalar hansılardır? Şamaxı və Dərbənd quberniyaları. Tiflis və Kutayiz quberniyaları Cənubi Qafqazla bağlıdır, yəni Gürcüstan tərəfindən bağlıdır. Yəni onun bizlə heç bir aidiyyəti yoxdur. Ona görə də Şimali Azərbaycana yaradılmış ilk quberniya deyəndə ağlımıza elə bizim ancaq gəlməlidir Dərbənd və Şamaxı quberniyaları. Hə, bir də var ki, Cənubi Qafqazda yaradılmış ilk quberniya. Cənubi Qafqazda yaradılmış ilk quberniya deyən kimi isə çoxumuzun ağlına gəlir Gürcü Millət quberniyyası. O 1840 qərarı əsasında 41-də təşkil olunan quberniya. Amma elə deyil. Əslində Cənubi Qafqazda yaradılmış ilk quberniya deyəndə bizim birinci növbədə ağlımıza gəlməlidir 1801-ci ildə yaradılan Gürcüstan quberniyası. Çar 1-ci Aleksandr manifesti əsasında axı Şərqi Gürcüstan ləğv edildi və onun yerində də Gürcüstan quberniyası yaradıldı. Və bu da Cənubi Qafqazda yaradılmış bizə məlum olan ilk quberniya hesab olunur. Bunu nəzərimizdə saxlayaq. Yəni Gürcü Millət quberniyası növbəti quberniyalardan biridir. Və daha sonra Şamaxı quberniyası 1859-cu ilə qədər mövcud olubdur. Və ondan sonra da Bakı quberniyası təşkil olunur. 1849-da İrəvan quberniyası təşkil olunur. 1860-cı ildə Dərbənd quberniyası ləğv edilir. Onun tərkibində olan Quba qəzası verilir Bakı quberniyasının tərkibinə. 1868-ci ildə isə Yelizavetpol quberniyası yaradılır. Bura qədər aydındır hər bir şey. Amma indi bir məsələ var. Deməli, bəzən testlərdə olur, hər hansı bir islahatdan söhbət gedir və 1859-cu ildən sonra Bakı qəzasının adı çəkilir bu islahatlarda. Və çox zaman baxıram ki, o testi o cümləndə götürmürlər. Amma əslində Bakı qəzasına aid olan bir amildir. Amma götürmürlər onu. Deyirlər ki, 1859-da axı Bakı quberniya çevrilmişdi. Ona görə də biz 59-dan sonraki hadisələri ancaq Bakı quberniyası deyəcəyik. Xeyr, elə deyil. Nəzərimizdə saxlayaq ki, hər bir quberniyanın tərkibində öz adı ilə tanınan qəzalar mövcuddur. İnzibati bölgü kimi qəzalar mövcuddur. Bakı quberniyasının tərkibində Bakı qəzası var, Şamaxı quberniyasının tərkibində Şamaxı qəzası var.
Ondan sonra deməli İrəvan quberniyasının tərkibində İrəvan qəzası var, Yelizavetpol quberniyasının tərkibində Yelizavetpol qəzası var. Yəni bunu nəzərimizdə saxlayaq ki, hər bir quberniyanın tərkibində öz adı ilə tanınan qəzalar da mövcuddur. Yəni 1859-cu ildən sonra biz Şamaxı quberniyası yox, amma Şamaxı qəzası ifadəsini işlədəcəyik. Biz 1859-dan sonra həm Bakı quberniyası, həm Bakı qəzası ifadəsi işlədə biləcəyik. 1860-cı ildən sonra Dərbənd quberniyası yox, amma Dərbənd qəzası ifadəsi işlədə bilərik. Quba qəzası isə Bakı quberniyasının tərkibində olan bir ərazidir. Və indi bununla bağlı bir məqam da var ki, deməli İrəvan quberniyası xəritə olaraq sual düşəndə və İrəvan quberniyasından bəhs olunanda çox zaman çaşdırmaq üçün İrəvanın yerini götürüb Naxçıvan olan hissədə işarələyirlər. Və bir çoxlarımız da burada düşünürük ki, axı bura Naxçıvandır. Deməli test səhvdir və yaxud da testdə cavab yoxdur. Amma bir şeyi diqqətinizə çatdırım ki, quberniya deyəndə quberniya anlayışı böyük bir anlayışdır. Və İrəvan quberniyasının tərkibində İrəvan qəzası olduğu kimi Naxçıvan qəzası da var. O ərazini əhatə edir. Şamaxının Mehri qəzası ora verilmişdir, Naxçıvan qəzası vardı orada. Aleksandropol verilmişdi ora. Yəni İrəvan quberniyasından əgər bəhs olunursa, İrəvan quberniyasını bizdən soruşurlarsa, xəritə üzərində onun yerini, quberniyadan bəhs olunursa əgər, onun yerini istər Naxçıvan tərəfdə verərlər, istərsə də İrəvan tərəfdə verərlər. Yəni bunun heç bir problemi yoxdur. Görəndə biz bilməliyik ki, artıq söhbət quberniyadan gedir. Çünki sualın şərti elə bir formada qoyulur ki, biz orada artıq bilirik ki, söhbət nədən gedir. Yox, əgər İrəvan qəzasından söhbət gedirsə, o zaman bəli. O zaman artıq biz İrəvan olan hissəni axtarıb tapmalıyıq. Və bir də sizə bir şey deyim ki, Şimali Azərbaycanda yaradılan ən sonuncu quberniya Yelizavetpol quberniyası deyil. Sonuncu quberniya Zaqatala quberniyasıdır. Bu ifadə ilə bəs biz harda tanış oluruq? Azərbaycan Xalq Cümhuriyyəti bölməsində. Orada ki var, orada AXC-nin ərazisinin deməli 3 quberniyadan ibarət olduğu göstərilir. 2 dənə də general qubernatorluq var. Bakı, Yelizavetpol, Yelizavetpolun sonra adı dəyişdirilir, olur Gəncə və həmçinin Zaqatala quberniyası. Bu 3 quberniyadan ibarət olduğu göstərilir. Həmçinin 2 general qubernatorluq, o da Qarabağ və Naxçıvan general qubernatorluqları. Yəni bunlar da biz nəzərimizdə saxlayaq. Ki, yəni son yaranmış quberniya ümumiyyətlə Azərbaycana yaradılan, söhbət Çar hökumətindən getmir, ümumiyyətlə Azərbaycana yaradılan son quberniya Zaqatala quberniyasıdır, məhz Yelizavetpol quberniyası yox. Bunu da nəzərimizdə saxlayaq. Daha sonra xırda məqamlardan biri kəndli islahatlarla bağlıdır. Buna da bir nəzər yetirmək istəyərdim. Deməli, ümumiyyətlə Çar hökumətinin reskripti də var, kəndli əsasnamələri də var. Deməli, reskript deyəndə ağlımıza birinci növbədə bizim gəlməlidir 1846 6 dekabr qərarı. Yəni, reskript deyiriksə 6 dekabr qərarı gəlməlidir. Başqa heç bir şey düşünməməliyik. Bunu nəzərdə saxlayaq. Və orada torpaq alqı-satqı məsələsi var. Yəni necə? Bu torpaqlar kəndlilərə yox, amma ali müsəlman sirkinə satılma hüququ verilirdi də, onlarda var idi. Onlar torpaq ala bilərdilər. Biz bunu oxşarlaşdıra bilərik 1870 kəndli islahatların keçirilməsi haqqında əsasnamə ilə. Yəni, deməli 1870 əsasnaməsində biz deyirik ki, artıq torpaqlar alqı-satqı obyektinə çevrildi. Amma bir detala fikir verməliyik ki, 1846 6 dekabrda belə torpaqların satılması haqqında qərar var idi. Amma kimə satıla bilərdi? Kimlər ala bilərdi? Yalnız və yalnız orada ali müsəlman təbəqəsi. 1870-ci il əsasnaməsində isə artıq kəndlilər belə torpağı satın ala bilərdi. Yəni, indi testlərdə düşərsə və yazarlarsa ki, 1846 6 dekabr reskripti ilə 70 əsasnaməsinin oxşar cəhətini seçin və variantda yazsalar torpaq alqı-satqı obyekti idi, bəli, biz bunu düzgün qəbul edəcəyik. Baxmayaraq ki, 1870 islahatında kəndlilərə belə torpaq satın alma hüququ verildi. Yəni, normalda biz torpaq alqı-satqı məsələsi deyən kimi ağlımıza 1870 gəlir. Amma 1846 6 dekabrda belə var idi. Nə olsun ki, ali müsəlman təbəqəsidir. Amma faktiki olaraq onlara icazə verildi, onlara o şərait yaradıldı, torpaq satın alsınlar. Daha sonra 1847-ci ildə ilk dəfə olaraq sahibkar kəndlilərinə torpaq payı ayrıldı. Amma düzdür, o torpaqları satın ala bilməzdilər. Sadəcə pay torpağı kimi istifadə edə bilərdilər. 1870 deməli kəndli əsasnaməsi ilə isə artıq o torpaqların satın alınması hüququ belə verilmişdi onlara. Yəni əgər pulun varsa satın ala bilərsən.
Amma bir şey nəzərdə saxlayaq ki, düzdür, bildiyimiz kimi həmin vaxtda bütün o sahibkar kəndliləri hamısı o torpağı ala bilmədilər. Və ona görə də kəndli torpaq mülkiyyətinə çevrilə bilmədi. Kimin pulu var idi, aldı, onlar da qolçoma təbəqəsinə çevrildi. Ala bilməyənlər torpaq sahibi olurdular, amma mülkiyyətçisi olmurdular. Sadəcə olaraq diqqət yetirək ki, həmin vaxtda o torpaqlar satın ala bilməsələr belə, onların daimi istifadəçisi idilər. Yəni, heç kim o torpağı gəlib kəndlinin əlindən ala bilməzdi. Heç bir mülkədar gəlib o torpağı kəndlinin əlindən ala bilməzdi. Onların irsi istifadəsinə keçirdi o torpaqlar. Ta ki, o torpaqları alana qədər, hansı ki 1912-ci il əsasnaməsi ilə artıq 13-cü ildən tətbiq olunmaya başlandı və ondan sonra sahibkar kəndlilər hər biri torpaq mülkiyyətinə çevrildi. Niyə? Çünki dövlət onlara köməklik göstərmişdi. 1870 islahatında dövlət məlum məsələdə köməklik göstərməmişdi, amma 1912-ci il əsasnaməsində dövlət onlara yardım göstərdi və beləliklə də sahibkar kəndlilər torpaq mülkiyyətinə çevrildi. Və deməli, bir də bir şey var ki, burada meşə, otlaq, çəmən, bu kimi torpaqları isə sadəcə pay torpağı kimi verirdilər onların istifadəsinə. Onlar qəti formada satın ala bilməzdilər. Bu torpaq sahibinə çevrilmə məsələsi ki var, irsi istifadə hüququ məsələsi. Bu oxşarlıq təşkil edir eradan əvvəl 2-ci əsrdə Romada Qayqraf və Tiberiqraf qardaşların keçdiyi islahatla. Orada da vardı, kəndlər torpaq verilirdi və heç kim o torpaqları kəndlərin əlindən ala bilməzdi və kəndin şəxsi mülkiyyətinə keçirdi. Burada da eyni ilə oxşar bir xüsusiyyətdir. Bunu da yadımızda saxlayaq, bir test sualı kimi istifadə edə bilərlər, yəni oxşar xüsusiyyətə malikdir.